Bir sürücü kimi mən artıq yarım saat əziyyət çəkirəm. Bu Əhməd Rəcəbli küçəsində öz avtomobilim üçün parking yer axtarıram. Yəni hörmətli adiyyətli qurumlar, siz bax görürsüz də buranı məsələn ayırmısınız avtobus xətti üçün. Maşın saxlamaq olmaz. Düzdür? Burada şəhəri hissədə, yəni ki, sürücülər bax belə məcburdular. Gəlirlər bax belə avtomobillərini aralıq yerlərdə saxlayırlar. Baxın, görürsünüz də, gördüyünüz kimi də bax, yəni bura heç bir nəzarət yoxdur. Məsələn, piyada xəttində hətta bəzi sürücülər tutur. Yəni oranı boşaltmaqla, hələ ki bu adi gündür ya, yəni bayram günüdür. Bu hissələrdə, daxili tərəflərdə, məhəllələrdə əməlli başlı xaos yaradılır. Mən indi sizə biraz da ətraflı göstərəcəm. Baxın, bax bu da digər giriş. Bax bu trotuar, bax gördüyünüz kimi. Yəni həm piyadənin yolu əməlli başlı kesilib, həm də əməlli başlı xaoslardır. Bax baxın bu maşınların əlindən. Hələ vurğuladığım kimi bu adi bir gündür ya. Yəni bugün bayram günüdür, boşluqdur. Və bu Life Ticarət Mərkəzinin küçəsi. Bax bir dənə bura baxın sən məncə. Baxın, xaosa bir dənə baxın. Görürsünüz? Hər yerdə cərimə ediyorsunuz cəmaatı, o tərəflərdə, yəni əsas yollarda. Görün, buradakiləri də cərimə ediyin də. Baxın, görürsünüz? Baxın. Baxın. Bu vəziyyət bütün məhəllələrdədir ya bu dəqiqə ya. Mən sizə inandırım, hər yerdə bu vəziyyətdir. Yaxşı indi, görün indi bu məhəllədə yaşayanlar özləri nə əziyyət çəkirlər də. Bax. Yəni bax gördüyünüz kimi. Hər yer zəbt olunub. Yaxşı. Bu ay hörmətli adiyyətli qurumlar, siz o tərəfi boşaldanda əsas magistral küçələri bir belə yerlərdən də fikirləşin də. Yəni bu bir sadəcə arifmetikadır. Siz oranı boşaldırsınız, o tərəfdəkilər hamısı girirlər bu ətrafda olan məhəllələrə. Yəni bura, baxın, görürsünüz, bu yenə deyirəm, hələ bayram günüdür. Adi günü bura əməlli başlı dəhşətdir. Baxın. Bax indi orada əməlli başlı hələ nişan var ki, yəni protivdə gəlmək. Baxın. Protivdə girirlər. Bax görürsüz? Yəni çünki bura dərəbəylik də əməlli başlı. Hətta bax yuxarı hissədə orada müşahidə kamerası da var. Belələrini cərimələyin də. Niyə cərimələmirsiniz? Bu qədər qəlbdən qəlbə.